Əlində çox gözəl, parlaq, kompakt bir məhsul var. Bu Faberlic Googlo'dan hibrid tozdur. Məhsul nömrəsi 601. Bu, yunqul qaralma effektini və dərinin təbii, olduqca sağlam parıltısını mükəmməl şəkildə birləşdirən bir məhsuldur. Sanki dünən çox bahalı bir kurortdan yeni gəlmiş kimi, hər zaman dincəlmiş və parlaq görünmək istəyənlər üçün tamamilə idealdır. Pudra iki hissədən ibarətdir. Birinci hissə üzdə yunqul qaralma effekti yaratmaq üçün bronzlaşdırıcı hissədir. Bu camlar uzun rəngini daha isti və təravətli edir və parlaq hissə vurğular və incə parilti yaratmaq üçündür. Sadəcə baxın, calalar necə yaxşı pigmentlidir, mükəmməl yayılır və ən əsası bir-biri ilə ahəng təşkil edir. Bəs bu pudranı necə tətbiq etmək lazımdır? Hər bir hissəni ayrı-ayrılıqda istifadə edə bilərsiniz, ya da daha günəşli effekt üçün onları qarışdıra bilərsiniz. Məhsulu ən yaxşısı toxlu füzçi ilə uzun çıxıntılı hissələrinə, yanaq sümüklərinə, alına, cənəyə çəkməkdir. Və sadəcə baxın, dəridə necə gözəl, günəş kimi parlayır. Vacib məqam, məhsulun dəriyə mümkün qədər daha bərabər şəkildə və gözəl oturması üçün firçanı məhsula toxundurduqda mütləq artıq pudranı firçadan cırpala kənarlaşdırın. Yalnız bu qaydaya əməl etdiyiniz təqdirdə məhsul həmişə çox bərabər və gözəl qatla dərinizə yayılaraq hopacaq. Bu hibrid pudra dərinizə yunqul, parlaq günəş effekti verir və ən əsası maska effekti yaratmır. Bu məhsul makiyajınıza mütləq günəşli bir həyat qatacaq. Sadəcə bir fircə hərəkəti ilə sanki dənizdə istirahət etmisiniz kimi görünəcəksiniz. Mütləq bu məhsulu simayın və qiymətləndirin.